Salam değerli şagirdlər. Dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 10-cu sinif Azərbaycan dili suallarını sürətli şəkildə izah edəcəm. Bu 26 apreldə olan sınavdır. İndi isə vaxt itirmədən başlayaq ki, şagirdlər sürətli bir şəkildə yoxlasınlar. 27-ci sualda künc bucaq, məsud bəxtəvər, bir də çeşmə gözləyib. Bunlar sinonimdir. 3 ilə 5 isə antonimdir. 1, 2, 4 cavab C variantı olacaq. Aha, gəldi 28-də. Biri məstərdir, qurutmaq, quruladanda, bu isə anda feili bağlamadır. Qurutmaq və quruladanda hər ikisi tərkib əmələ gətirə bilər, çünki təsriflənməyən feilə aiddirlər. Və həmçinin quruladanda sözünün kökü quru, bu sifətdir. Yəni feillə amonim olan sifətdir. 3-5. Bu 2-3-5 yox, məcbur 1-3-5 götürəcəyik, çünki 2-də feildən düzəlmişdi, hər ikisinə aid olacağına görə 2 ortada olmalıydı. Hər ikisində biri qurumaqdan qurutmaq, o birisi qurulamaqdan qurulatmaq. Oradakı D şəkilçisidir əslində. Ona görə 1-3-5 olacaq. Uyğun variant o gedir. 29-da hər gülün ətri gözəldir, hər bütün filan öz təyin əvəzlikdir. Y variantı. 30-da nabələddir sözündə D T-yə çevrilir, R da düşür. Ona görə də qarşılıq təşkil edən samitlər yoxdur. Bu variant yanlışdır. D T olduğuna görə qarşılıq təşkil edən samitlər var. Yəni 30-da Y. 31-də də Y-dir, çünki etmək, eləmək, olmaq məcazili yaratmır deyə mürəkkəb feildir. Y variantı. Amma o birlərində var. Məsələn, başa düşmürdü, A variantı məcazidir. Xəyal onu, məsələn, ilk günləri aparıb çıxardı, xəyalın çıxarmağı məcazidir və s. 32-də aslı tərəfi soruşur. Sakitcə dayanmışdıq, sakitcə zəfli idi, xəbərdən aslı tərəfdir, D variantı. 33-də A olacaq. Mağaranı tərk edən, ev tikən, bolluq içində yaşama başlayan cəngavər idi. Həmciz xəbərdir. 34-də A variantında oxutmaq T-dır o, yəni D-ya çevrilib. Oxudulmaq leksik, mışlandır da qrammatik. Bu da belə A variantı. 35-də Y variantına diqqət eləsək, dəniz sahilində attın başı balıq qulağına rast gəlirsən, bu qeyri-müəyyən, üzr istəyirəm, qeyri-müəyyən deyirəm, ümumi şəxslidir. Yəni hər kəsə aiddir, amma burada yazıb müəyyən, ona görə səhvdir. Y variantı. 36-da yazıb ki, isimlərlə bağlı səhv fikri müəyyənləşdirin. Bacarıq sözü düzəltmədir, amma yerdə qalanlar sadədir. Bacarmaqdan bacarıq. Bir dənə isim düzəltmədir. 36-da C. Gəldi, qoy birinci bədii mətnindən başlayaq. Çörək mətni yəqin şagirdlər diqqətlə oxuyub. 37-də faktı soruşur. C variantında uşaqlara çörəyi yalnız əllərini yuduqdan sonra süfrədə yeməyə icazə verirdi. C variantı. 38-də nöqtələrin yerinə yazıla bilər. Yemək istəyəndə ağzını torbaya tutur, yeyir və qırıntılar da ora tökülürdü. A variantı 38-də. 39-da mətndə bu haqda məlumat var. Neçə övladı var idi, baxaq. Onun 12 balası var idi, bəli, 12 uşağı var. Mətndə bu haqda məlumat yoxdur. 3-ü götürürük, 1-3. Çünki padşah etibar kişini vəzifəyə təyin edir, 1-3. O yox idi. Daha doğrusu məlumat yox idi. 1-3 C variantı. 40-da mətn məzmununa daha uyğun gələn çörək itirənin çörəyi olmaz. Çünki onlar çörəyin qədrini bilirdilər, C variantı. 41-də padşahın xarakteri ilə bağlı daha çox fikir, maraqlanması və gördüyünü yoxlamaq istəməsi. C variantı daha məntiqlidir. 42-də tənqid olunur israfçılıq, belə deyim də çörəyə qarşı israf etmək, yəni yerə tökməyə, çörəyə qarşı laqeydlik. Təbliğ olunur çörəyə verilən dəyər, zəhmətə verilən dəyər. Məsəl üçün, onlar çörəyə qarşı necə həssas yanaşırdılar, bunu yazmaq olar. 43-də müddəə yaza bilərik ki, yəni etibar kişinin ailəsində çörəyə böyük dəyər verilirdi. Faktın birini yazıb, ikinci faktı yaza bilər ki, hətta boyunlarının torba kimi asılmışdı ki, çörəyi qırıntılar orada tökülsün. 44-də doğrunu seçəcəyi, çünki vəzir orada müşahidə eləyib, padşaha bir neçə fikir bildirmişdi. O fikirləri yaza bilərsiniz. Yəni demişdi ki, bunun səbəbi nədir? Səbəbini izah eləmişdi. Ona görə doğru fikirdir. Sonra 45-də etibar kişi hər obrazın ən azı 2 xarakter xüsusiyyətini yazaq. Etibar kişi elə bil ki, zəhmətsevər, belə deyim də ailə canlı,
Padşah isə diqqətcil, yəni hər şey dərindən ölçüb biçən təmkinli adam idi. Təmkinli dediyim burada, yəni araşdırmağı sevən, belə deyim də, yəni ki, öz işində məsuliyyətli, yəni bir şeyi, həqiqəti axtarıb, belə deyim də, ortaya çıxarmağa çalışan bir insan idi. 46-da diqqət eləyək sözlərə. Burada biri əyilmə idi, həqiqidir, təmiz də həqiqidir. Amma təmiz vicdan məcazi, onun, belə deyim də, iradəsini əymək olmaz, bu da məcazi gedə bilər. Yəni, belə bu tipli cümlələr işlədə bilərsiniz. Aha, indi keçək o bir mətnə. Zivər bəy Əhmədbəyov. Bu mətndə biri götürə bilərik, yəni Bakıda təhsil almışdı, Sankt-Peterburqda təhsil də onun həyatına rol oynamışdı. 5-də burada biraz şəkilçi adamın belində çaşdırır. Çünki 2 nəfər var idi, Həsən bəy Zərdabi və İsmail bəy Qaspıralı ilə görüşür. Burada yazmışdı ki, 5-də İsmail bəy Qaspıralı və başqa ziyalılar. Burada başqa ziyalılar Qaspıralını götürə bilərik. Amma indi orada lar var, cəm olduğuna görə ola bilsin ki, yəni əgər bunları nəzərə alsalar, yəni çoxluğu nəzərdə tutsalar, onda 5-i götürməsə 1-3 olur. Amma mənim düşüncəmə görə burada ən azı bir nəfər də olduğuna görə 1-3-5B variantı daha məqsədə uyğundur. 48-də nadir az təsadüf edilən kvadrata baxsaq, monumental, yəni möhtəşəm mənasında da belə əzəmətli, möhtəşəm mənasını verir. Yəni burada D variantı yanlışdır. 49-da burada ikinci abzas Zivər bəyi götürmək olar. Çünki yazıb ki, Zivər bəyin əsərləri özünə məxsusluğu ilə seçilirdi. Yəni birdən-birə abzas dəyişir. Diqqət eləsəz. Aha, bunu da bildik. 50-də gözü kəlləsinə çıxmaq, heyrətə gəlmək məcazi məna idi. 2-5A variantı daha məqsədə uyğundur. Doğrudur, yanlışdır. Doğruda burada biz memar alimlər onun sənət əsərlərini görəndə heyrətlənirdilər. Biri götürə bilərik. Yanlışdır, şərq ölkələrində məşhur məscidlərin memarlığını öyrənmək üçün getmişdi. Bu düzdür. Amma tələbəliklərində o qədər aktiv olmamışdı, bu yanlışdır. 3-də yanlışı götürürük, doğruda biri. 1-3-Y variantı. 52-də ziddiyyət təşkil edən o idi ki, birində yazmışdı ki, gimnaziyanın gözəl, yəni belə deyim də, yəni gözəl təhsil almışdı, əlaçı kimi getmişdi. Aşağıda yazıb ki, qiymətləri ürəyəçin olmamışdı. Bir-birinə ziddir. 53-dən nöqsanlı məqamlar. Burada məsəl üçün maraqlı zəkaya iti zəka yazmaq olar. Yekə dəyərə yüksək dəyər olar. Fəallığını yox, fəaliyyətini yaza bilərik ki, başda davam etdirmişdi. Bu 2-3 sözü dəyişmək olar. Sonra burada 53 dedik. 54-də talant şeyə aiddir. Talant bir dəqiqə götürürəm. Mesela talant istedadda, yəni bu Zivər bəyə aiddir. Onun gördüyü işlər, yəni bir xeyli işlər görmüşdü, onları yaza bilərik. Mesenat isə yəni dəstək verməkdir, kömək eləmək. Bu da adı neydi onun? Bir dənə baxaq. Nabat Aşurbəyli onu pul verib göndərmişdi. Bu Nabat Aşurbəyli idi, bəli. Pul verib onu göndərməyini əsaslandırma kimi yazmaq olar. 55-də xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir. Bax, burada Həsən bəy Zərdabi ona dəstək olmuşdu. Bunu yaza bilərik. Sonra Nabat bəy Aşurbəyli ona maddi dəstək olmuşdu. Sonra onun əsərini bəyənən orada Tatyana idi. Yəni, bunların hamısını bir-biri yazıb, nümunə kimi göstərmək olar. Biri pul cəhətdən, biri psixoloji dəstək cəhətdən, biri zövq almışdı əsərlərdən, istedad icra edir. Bu da olacaq Zivər bəyə aid. Yəni, 4 nəfər adını yazıb nümunə kimi göstərə bilərik sırayla. Səbəb, Zivər bəy şərq ölkələrinə ezam olunur. Nəticəsi nə olur? Deməli, bircə saniyə. Səyahətdən sonra Zivər bəy bir sıra layihələrin Cümə məscidi, Təzəpir məscidi və s. onları yaza bilərsiniz, o cümləni. Yəni, onları, belə deyim də, o abidələrin, məscidlərin və digər abidələrin, evlərin memarı olur. Sonra nəticə professor Tatyana çox heyrətlənir. Baxaq, sonuncu abzasda idi. Səbəb nə idi? Çünki o Maştağa kəndi məscidlərindən birinin şəklini görmüşdü və bunu yazmaq olar.
Sürətli bir şəkildə hamısını dedik. Əgər hansısa sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsinə yaza bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.